Hörmətli həmvətənlər, zəiziflər, qonaqlarımız, bugün buraya yığışmamızın səbəbini hamınız çox gözəl bilirsiniz. Televizyonu, radyonu izləyirsiniz və bu günlərdə bilirsiniz ki, Azərbaycan xalqının böyük oğlu, hörmətli, dünya şöhrətli prezidentimiz Heydər Əlirzaoğlu Əliyevin anadan olmasının 75 illiyi münasibəti ilə bütün respublikamızda çox gözəl tədbirlər keçirilir. Və bu tədbirlərin iştirakçılarından, o tədbirlərin gözəl nümunələrini keçirənlərdən biri də bizim Şəki rayonudur, Şəki əhalisidir, o cümlədən onun kəndləri və Zəydif kəndidir. Hamıya məlumdur ki, hörmətli prezidentimizin bizim respublikamızda nə qədər böyük əməyi vardır. Böyük xarüqələr yaradıb. İllər uzunu onun tikdiyi böyük tikintilərin, apardığı böyük gözəl siyasətin izləri yaşayır və Azərbaycanı, Azərbaycan xalqını əbədi olaraq yaşanacaqdır. Bugün burada bir tədbirin həmin yubiley münasibəti ilə, yəni 75 illik yubiley münasibətlə bir tədbirin keçirilməsi münasibəti ilə körpünün açılışı münasibətlə burada yetişir. Bu körpünün ikincisi barədə mən qısa icazə verin, bir məlumat verim. Bilirsiniz ki, baş təzir Kənd Təsərrüfatı Məhsulları İstehsalı Kooperativinin rəhbəri İsrail Əsgərov uzun müddətli bu kənddə işləmişdir, bu kənddə fəaliyyət göstərmişdir və bir çox belə xeyirxahişlər onun adı ilə bağlıdır. Heç bir kənddə hələ haman binası tikilməyəndə baş təzirdə birinci Əsgərov İsrail onun binöqəsini qoydu. Baş təzir qəbristanlığının bütün zəydif zonasında birinci olaraq ətrafını İsrail Əsgərov hasara, dəmir hasara aldırdı. Bu kənddə suya olan böyük ehtiyacı İsrail Əsgərov ödədi. Kəndin hər yerinə su çəkildi. Hətta evlərə bir su kranları qoydu ki, bu bizim kəndimizdə böyük bir inqilab idi. Su səyahəti olmadığını hamı bilirdi. Amma bütün məhəllədə indi də kran suyu axır, bütün əhali bu Əsgərovun xidmətidir. Əsgərovun bütün bax bu yolu gördüyümüz bu yolun salınmasında onun xidmətləri böyükdür. Əsgərov bu yola hamıya məlumdur ki, aşağıdan yuxarıya Cəfərabaddan çıxan kimi bizim kənd görsəniz işıqlarla, hər yer işıqları düzdürmüşdür. Yəni demək istəyirəm ki, bu kişinin həyatı belə xeyirxah işlərlə doludur. Bu kənddə bu körpünün tikilməsi məsələsi də nəzərdə tutulanda biz talihin qismətimizə bəxş elədiyi hörmətli ağsaqqalımız, mən onu özümüzün həm yerlisi hesab edirəm, bax bunu cəsarətlə deyirəm, Zəziflimiz, ağsaqqalımız, hörmətli Nəzir Əhmədovun, icra başçımızın biz söhbətini olduq, qəbulunda olduq, çox söhbət elədik və Nəzir müəllim bizi bu işə, xüsusən Əsgərov İsraili bu işə ruhlandırdı və göstərdi ki, ona nə lazımsa köməklik edəcək. Həqiqətən də bu köməklik bizə icra nümayəndəliyi başçılığı tərəfindən oldu və İsrail Əsgərov öz xeyirxahlığını bu körpünün tikilməsində də göstərdi. Bu işi ləyaqətlə başladı və ləyaqətlə başa verdi. Bu qısa müddətdə tikildi və bu işdə mən əvvəlcədən bu işə kömək edənlərin hamısına bütün zəiflər adından minnətdarlığımı bildirirəm. Və bu iş bizim böyük prezidentimizə, bizim onun yubileyinə kiçik bir hədiyyəmizdir. Və mən cəsarət edib, burada bütün zəiflər adından və əlbəttə mən baş təzir vərəzət icra nümayəndəsiyəm, amma bütün zəiflər adından deyə bilərəm ki, gələcək seçkilərdə, prezident seçkilərində biz hörmətli prezidentimizi dəstəkləyəcək, ona kömək edəcək və yeganə prezidentimizi indidən tanımışıq biz. Hələ indidən bilirik ki, bizim yeganə prezidentimiz orada Heydər Əliyevdir. Çünki Heydər Əliyev əməli ilə, işi ilə bunu sübut eləmişdir. Və mən əminəm ki, bütün zəiflər seçki məntəqələrinə gələcək, təqribən bu oktyabr ayında olacaq və hörmətli prezidentimizə səs verəcəklər. Bu işin xeyirxahı, yəni bu körpünün tikilməsində xüsusi əməyi olan bizim kəndin Kənd Təsərrüfat Məhsulları İstehsalı İdarəsinin kooperativinin rəhbəri İsrail Əsgərova söz vermək istəyirəm ki, o sözlərini buyursun. Buyur Əsgərov. Hörmətli Nəzir müəllim, hörmətli kənardan gələn qonaqlar, siz baş təzirdə xoş gəldiniz. Bizim kəndliyimizdə siz iştirak elədiyinizə görə mən sizə
minnətdarlığımı bildirirəm. Hörmətli yoldaşlar, bu körpünün tikilməsi yalnız mənim adımdan bağlı deyil. Bu körpünün tikintisində baş gəzici cəmaat iştirak edib, xüsusən körpüdə ən fəal iştirak edən, qaynaq aparatını işlədən bizim Həmidov Dursun yoldaş bir gündə 10 saat, 12 saat burada işləyib. Çünki mən onun qarşısında bir dost kimi, təsərrüfatın rəhbəri kimi məqsəd qoymuşdum ki, biz bu körpünü 45 günə başa çatdırmalıyıq. Cəmaatımız çox sağ olsun, onlar da kömək elədi, amma onun əməyi xüsusi qiymətləndirildi. Belə qiymətləndirib ki, kolxozuna təsərrüfatımız bir ədəd rəhli televizor ayırır. O, ondan mükafatlandırılır. Və bugün hörmətli ağsaqqalımız, hörmətli Nəzir müəllimdən xahiş edirəm ki, imkanları olsa biz onlara müraciət edəcək, həmin yoldaşa bir fəxri fərman da verilsə çox yaxşı olur. Qaldı yoldaşlar, mənim adımla bağlı ola bilməz, ona görə deyirəm ki, mən neçə dəfələrlə hörmətli Nəzir müəllimin məsləhətində olmuşam. O, həmişə bu xeyrxah təşəbbüsləri mənə tövsiyə edir və deyir ki, oğulsan, o kəndin oğlusan, bacardığın qədər o kəndə xidmət edəməlidir. Bu tövsiyələrdən mən müəyyən qədər deyirəm və nəticə çıxartmışım. Qaldı bizim Respublikamıza indi rəhbərlik edən prezident, hörmətli prezidentimiz Heydər Əliyev. Hamımıza məlumdur ki, 1969-cu ildən bizim Respublikamız çiçəklənməyə başladı. 69-cu ildən Heydər Əliyev yoldaş bizim Respublikaya rəhbərlik edəndən bizim Respublikamızda yol tikintisi, zavod fabrik tikintisi, əhalinin özünün şəxsi tikintiləri günü-gündən inkişaf edir və onun sayəsində xalqımız firavan yaşamağa və köhnə Sovetlər Birliyi dediyimiz dövlətlər tanınmağa başladı. Hörmətli Heydər Əliyev gələnə kimi Moskvada deyəndə ki, mən Azərbaycanlıyam, onu tanıyan olmur. Gürcüzən və yaxud da Ermənistan. Belə, hörmətli Heydər Əliyev gələndən sonra bizi bir Azərbaycan xalqı kimi tanımağa başladı. Ancaq indi 93-cü ildən sonra bizi dünya tanımağa başladı. Burada biz hamımız hörmətli prezidentimizə, hörmətli Nəzir müəllimə minnətdar olmalıyıq. Ona görə ki, bizi bütün dünyada tanıdır. Qarşıdan seçkilər gəlir. Mən bu kəndin oğlu kimi, təsərrüfatın rəhbəri kimi, mən cəmaatımızın əhval ruhiyyəsini onun içərisində oluram. Görürəm ki, cəmaatımız hamısı yeganə, hörmətli Heydər Əliyevi prezident görmək istəyir. Və oktyabr ayında seçkilərdə hamı bir nəfər kimi Heydər Əliyevə səs verəcəkdir. Körpü də hamımıza məlumdur ki, bu körpü baş dəhlizi 2 hissəyə bölürdü. Yəni, elə var, bizim xəstəxanada bu üzdədir, yəni sağ sahildədir, məhkəbdə sağ sahildədir, idarə də sağ sahildədir. Elə vaxtlar olur ki, 2 aylarla bizim uşaqlarımız məktəbə gedə bilməyir, xəstəmizin yanına həkim gedə bilməyir, amma bugünkü gündə sizin təşəbbüsünüzlə, sizin köməkliğinizlə bu körpünü hörmətli prezidentimizin 75 illik münasibəti ilə qurub istifadəyə vermişdir. Mən yenə hörmətli icra başçımız Nəzir Əhmədov yoldaşa öz minnətdarlığımı bildirirəm, bizə bu işdə ən yaxından atalıq qayğısı göstərdiyinə görə. Hörmətli həmvətənlər, bilirsiniz ki, bizim hörmətli prezidentimiz və bizim hörmətli ağsaqqalımız Nəzir Əhmədov həmişə ağsaqqallara xüsusi hörmət qayğı göstərmişlər. Və biz də onlardan öyrənirik və gələcək nəsildə onlardan ağsaqqala hörməti öyrənəcəklər. İndi mən icazənizlə kəndimizin hörmətli ağsaqqalı, müəllim Salih Məmmədov yoldaşa söz vermək istəyirəm ki, o da ürək sözlərini bildirsin. Əziz yoldaşlar,
bizə gələn qonaqlarımız. Hamınıza mən çayın sağ sahili ətrafında yaşayan 100-dən artıq ailənin adından və şəxsən öz adımdan sizə xoş gəlmişsiniz deyirəm. Sizə uzun ömür, möhkəm can sağlığı, işinizdə müvəffəqiyyətlər arzulayıram. Bu körpü uzun illər söhbəti gidirdi, ancaq nəticə heç şey vermirdi. O, hörmətli prezidentimiz başda Heydər Əliyev yoldaşı olmaq şərtilə rayonumuzun başçısı, icra hakimi Nəzir Əhmədov yoldaşının olması iştirakı ilə bu körpü qurulmuşdu və onun ən çox fədakar zəhməti ilə Əsgərov İsrail yoldaşın və kəndimizin icra hakimi Məmmədov Firət yoldaşın və onun köməklərinin əsasında bu körpü bərpa olunmuşdur. Ona görə də mən bütün hamıya öz minnətdarlığımı bildirirəm. Bu yoldaş Heydər Əliyevin siyasi bir xadim kimi, dünya siyasətçisi kimi bizim xalqımızı dünyada tanıtmış və onun anadan olmasının 75 illiyi münasibəti ilə bu körpü bərpa olunmuş və onun 75 illiyinə təsadüf etmişdir. Çox gözəl hədiyyədir. Bizə yoldaş Heydər Əliyevdən, ondan sonra Nəzir Əhmədov yoldaşdan, həm də Əsgərov yoldaşdan, Məmmədov yoldaşlardan. Bizim sağ sahildə yaşayan əhali həftələrlə, günlərlə sol sahilinə keçə bilmirdilər. Odur ki, yeri gəlmişkən, mən bir şey də qeyd eləmək istəyirəm ki, çox gözəl bu təşəbbüs oldu, çox sağ olsunlar. Doğrudan da o şair yaxşı deyir ki, 100 il bundan sonra gələn nəsillər gəlmişik, getmişik, nə biləcəklər? Yadigar qalmasa onlara bizdən, biz nələr etmişik, nə biləcəklər? Yağışa çıxmışıq, dilə dönmüşük, alova bürünüb, külə dönmüşük, çiçəyə dönmüşük, gülə dönmüşük, dağlarda bitmişik, nə biləcəklər? Hərgah özümüzü eldən kəsək qırağa, inci tər dönməsək vətənə, torpağa, biz hansı torpağa, hansı məmləkətdə, hansı torpağa qarşı gitmişik, nə biləcəklər? Odur ki, mən bütün yoldaş əzizimiz, bizim fədakar, dünya siyasətçimiz Heydər Əliyev yoldaşa uzun ömür, möhkəm can sağlığı arzulayıram. Arz edirəm ki, onun siyasəti nəticəsində qaçqınlarımız və köçkünlərimiz də öz yurduna inşallah yaxın vaxtda gedər. Mən necə bir qocaman müəllim kimi, vətən müharibəsi iştirakçı kimi, mən də öz səsimi yoldaş Heydər Əliyev yoldaşa verməyə hər dəqiqə hazıram. Sağ olun. İcazə verin, indi də sözü kəndimizin ziyalıları adından veteran müəllim Ağamət Məmmədov yoldaşa verir. Hörmətli mərasim işləşlər, rayonumuzun rəhbərləri, başda Nəzir müəllim olmaqla, kəndə məsafələrin kənd cəmaatı, məqsədlilər, hamıza rəhmət çəkir. Belə gözəl bir mərasimə gəldiyiniz üçün minnətdarlığımı bildirirəm. Bizim kəndimiz uzun illərdən bəri bizi məndən qabağa çıxışı yerlər dedilər ki, bu kiçik bir çay bütün kəndi iki parçaya ayırmışdır. Ayları kənd formasına salmışdır. İndi isə bu körpü parçalanmış iki kəndi, iki isə parçalanmış kəndi birləşdirib vahid bir kənd halına saldı. Bu da bizim təsadüf elədi. Hörmətli prezidentimiz Heydər Əliyevin anadan olmasının 75 illiyinə. Bu bizim üçün böyük fəxridir, bu bizim üçün böyük xoşbəxtlikdir. Mən qabağa dedilər, mən qısa təkrar eləmək istəyirəm ki, Heydər Əliyev rəhbərliyə gələndən sonra Respublikamıza bizim kəndimiz ən çox şəhərlənən kəndlərdən birisi olmuşdur. Kəndimizdə yeri tipli orta məktəb yazışı istifadəyə verilmiş, kəndimizdə asfalt yol çəkilmiş, kəndimizdə dağın, tərin ayaqlarından, torpaqlarından, dağlardan qarnayan sulardan bütün həyətlərə su çəkilmiş, asfalt çəkilmiş. İndi kəndi daimi təhlükə altında saxlayan bu kiçik çay
İki taraftan hasara almış, dertlenmiş, kent daladan pilot olmuştur. Bunlar hamısı bizim hürmetli prezidentimizin uzak gören siyaseti neticesinde, onun halka bağlılığı neticesinde mümkün olmuştur. Ben bu köprünü inşaat eden, onu kuraştıran emek adamlarını, ben onu, bu işi taşıyan kent taşraklarını, bu işi daimi gösteren, daimi nezaret eden, bayan rəhbərliyi, başta Nəzir Məlik olmaqlar, onların hamısına razıyım ki, biz geçə Allah'ın o ülkelere yapar, bunun hiçbir şüphen yoktur. O prezidentimize uzun ömür versin, möhkəm can sağlığı versin ki, bu nesil döne onun belə yubiley mərasimlərində iştirak eləsinlər, öz sözlərini desinlər və gözəl hədiyyələri qəbul eləsinlər. Mən hamınıza möhkəm can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram. Bu körpü hazırdır, indi atacaq onu. Ama öyle değil ki bu körpüden siyaset esas gelip gelen adamlar bizim evlatlarımızdır. Körpü gelecek için lazımdır. İller boyu uşaqlar şimdiye gelen bu məktəbə gedə bilmir. Və mən istəyirəm ki, bizim körpə uşaqlarımız da bu körpünün açılışı münasibəti ilə, hörmətli prezidentimizin yubileyi münasibəti ilə öz sözlərini şeirlə, sözlə ifadə eləsinlər. Heydər baba, sen güzelsen birinci, Azerbaycanımızın fəxri, sevinci, vətən göylərində sönməz bir ulduz, sənə alqış deyir, gözəl yurdumuz. Bu gərgin əməyin getməsin zaya, özünü tanıtsın bütün dünyaya, düşmən qarşısında kristal qaya, mənim Heydər babam, komandan babam. Nurlu bir aləmsən, günəşə bənzər, şöhrətin ağızda, dillərdə gəzər, qoşa addımlayır səninlə zəfər, hünərin yerlərə, göylərə sığmaz, övladı siz olan vətən basılmaz. Yeridən cıvatdı vətən torpağı, yandı ürəklərdə ümid çırağı, müqəddəs bir andır dövlət bayrağı, bu bayraq altında biz olaq bir can, uzansın sizinlə qoy Azərbaycan. Çıxsın hər sınaqdan mətin, üzü ağ, həyat amalındır qurub yaratmaq, tarixdə əbədi izin qalacaq, güləcək sizinlə üç baharımız, mətin vətən oğlu, xilaskarımız. Aslan ürəklisən, qartal baxışlı, dünyaya sığmayan şan şöhrətin var, xalqını aparan xoş gələcəyə, daxili, xarici siyasətin var. Rədd olsun namədlər, çəkilsin alçaq, tərtəmiz bir nəsil gəlir sabaha, xainlər əzilib tapdanacaq, baş qaldırmayacaq onlar bir daha, çünki döyüşlərdə mərdik, mətiniz, biz Heydər babanın nəvələriyik. Milləti, qeyrətli, bol-bol sərvətli, Azərbaycan adlı dövlətimiz var. Dünyada tanınmış dahi hikmətli, Heydər baba kimi rəhbərimiz var. Onun yollarının güz səyid, biz Heydər babanın nəvələriyik.
sizə. Çıxış üçün sözü Şəki şəhər icra hakimiyyətinin başçısı, bizim hamımızın sevimlisi Nəzir Əhmədov yoldaşa verin. Mənim əziz, yəzidli qardaşlarım, bacılarım, mənim doğma nəvələrim, mənə çox əziz olan bu kənd, böyük bir duhanın, böyük bir zəkanın, xalqımızın xilaskarı, dünya siyasetçisi, prezidentler prezidenti Heydər Əliyev cənablarının 75 illik yubileyi münasibətiyle onun adına öz doğma yurdumuzda belə bir körpü tikmişik. Bu körpünü diken eller, orada işlem aileler, ben onların bağrıma basılar. Kucaklayıram, çok sağ ol deyirəm. Her bir yaradıcı insan istəyir körpü tiksin, istəyir bulak çeksin, istəyir məktəb tiksin ve diğer sosyal meselelerin həll olunmasında o insanlar, onların emeği, onlar emeği bizim tarihimize kızıl sesle yazılmalıdır. Ben yaxşı bilirəm ki, həmişə mənə əziz doğma olan zəzid kəndləri, fədakar insanlar vətənidir. Düşünən ürəklər, döylən zəkalar, zəzid həmişə fədakar insanların vətəni olur. Zəzid cəmatı həmişə Respublikamızda azadlıq uğrunda mübarizə aparan ve Azerbaycan'ın müstakilliğini görmek isteyen bir kent olur, bir diyar olur. Allah'a min şükür ki artık biz müstakilik ve müstakil devletimizi kururuz. Müstakillik yolunda biz çok azap eziyetler çekmişiz. Şimdi biz azap eziyetler çeksindeyiz. Ancak bizim halkımız, o cümleden Şekir Ayı'nın insanları ve zeytinler hiçbir vakti ruh düşkünlüğüne düşmeyipler. Biz sizinle bütün çetinliklere, ağrılara, acılara, kasıpçılığa galebe çalmışız. Bizim güzel vatanımız var, Azerbaycan. Onun yeraltı, yerüstü servetleri oldukça zengindir. Kısa bir müddette Azerbaycan öz büyük iktisadi potensialıyla dünyada şöhret kazanmış, inkişaf etmiş devletlerin birisine çevirecek. Ben eminim buna. Ona göre ki Azerbaycan devletinin başında halkımızın zekalı oğlu büyük bir insan dayanır. O daim Azerbaycan halkının tarihi uğrunda, geleceği uğrunda, müstakilliği uğrunda, azadlığı uğrunda bütün ömrü boyu mübarize yaparmış, teyimiz yaparız. Eminim ki Azerbaycan'da müstakilliği elde etmek için ve ona nail olmak için, tam müstakilliğimizi elde etmek için hele biz çok işler görmeliyiz. Köyün açılan bu köprü, iqtisadiyyatımızın bir gelişinin bir nöqtəsidir. Mənəviyyatımızın, sosyal meselelerimizin həlinin bir nöqtəsidir. Azerbaycan'da güzel iktisadi kurum, reformalar, kendi inkişafımız, dünyada tanınmamız bize çok büyük imkanlar verir. Azerbaycan halkının lideri, hem müzelersizlik,
Siz yaxşı bilirsiniz ki Azərbaycan bu saat reformalar saatler içerisinde yaşıyor. Ve biz ülket formatında insanların şuurunu değiştik. Ve burada büyük iştirak eden bizim körpe babalarımız için devletimizin münevresini kururuz. Biz bu münevreyle kurulmalıyız ki, yine teşkil etmeliyiz ki, bak bugünkü bizim körpe babalarımız, develerimiz, biz bu dünyadan göçenden sonra bize rahmet olsun. Asıl Azerbaycan'ın tarihi indi yaranır. Biz uzun müddet müşterbeke simasında yaşamışız. Asıl Azerbaycan devletinin kuruculuğu, inkişafı, dünyada tanınması şimdi başladı. Ben bu körpüde eziyet çekeceğim, zehmet çekeceğim. Devletlerden başka bunu teşkil ediyen baş değişim, yak tasarrufatı, sanat kapasitenin şekli, halkımızın çok halal, temiz, güzel bir evladına, İsrail mühendisler, yarım minnettarımı bildirir. Bizim icra nümayendesine, benim burada nümayendeme, derin minnettarımı bildirir. Bütün ziyanlara, müellimlere, aksakallara, hamınıza benim meclislerim, can sağlığı arz edirəm. Sizin hamınızı kucaklayıram, ağrıma batıram. Oy bu körpü size hoşbaklık getirsin. O körpü bizim inkişaf körpümüz olsun. Bu körpü bizim babalarımızın rahat edip gelişine, pierik işinizde uğurlar dileyirəm size. Allah size yar olsun. Sizin hamınızı şehir icra hakimiyet adından, şahsen öz adımdan, bütün halimiz adından tebrik ederim. Size yeni nailiyetler, yeni sosyal hakiyetleri çizilmesi, yeni uğurlar dileyirəm. Sağ olun. Yaşasın Azerbaycan halkını. Böyük oğlu Heydər Əliyev. Sağ olun Qədir müəllim. İndi isə icazə verin, körpünü açmaq üçün o qırmızı lenti kəsməyə hörmətli icra başımız Nəzir Əhmədovu və kooperatifimizin sədri İsrail Əsgərovu dəvət edir.
Sağ ol. Neyle o kaldı dayı sağ ol. Neyle düşüyorsun televizyon? Neyle sağ ol ne? Ay sağ ol. Afiyet ana. Kardeş bir